Məmməd Xeyrov 1964-cü ildə fizika riyaziyyat üzrə fəlsəfə doktoru adına yiyələnib. Lakin maraqlıdır ki, Məmməd Xeyrovun fəaliyyət istiqaməti fərqli sahə üzrə olub. O 1975-ci ildə geologiya, mineralogiya üzrə elmlər doktoru adını qazanıb. Məmməd bəy Azərbaycan Dövlət Neft Çıxarma İnstitutunun litologiya laboratoriyasının nəzdində suxurların fiziki üsullarla tədqiqi bölməsində işləyib. Litologiya elmi çökmə suxurlarının öyrənilməsinə yönəlib. Elmin adında qədim Yunan dilindən daş mənasına gələn litos sözü də məhz bu səbəbdən yer alır. Məmməd bəy axtarış kəşfiyyat quyularından götürülən nümunələrin rentgen quruluş təhlili ilə mühüm tədqiqatlar aparıb. Məmməd Xeyrovun elmi işləri Azərbaycanın neftli qazlı rayonlarında mezokaynazoy çöküntülərinin, gil minerallarının tərkibinin, quruluş xüsusiyyətlərinin və yaranma şəraitinin öyrənilməsinə, həmçinin bu nəticələrin neft geologiyasının praktik məsələlərinin həllinə yönəlib. O, Azərbaycanın neftli qazlı lay dəstələrində gil mineralların paylanma qanununa uyğunluqlarını əks etdirən ilk xəritələri tərtib edib. Məmməd bəy bu sahədə Respublikanın inkişafında müstəsna xidmətləri olan mütəxəssis olub. Alim təkcə Azərbaycan çöküntüləri ilə deyil, həm də bir sıra digər regionların, o cümlədən Aralı, Baltik, Ağ, Barents və Xəzər dənizlərinin müasir və 4-cü dövr çöküntülərinin litologiya və mineralogiyası ilə məşğul idi. Onun rəhbərliyi ilə aparılan mineraloji tədqiqatlar əsasən dənizlərdə gil minerallarının paylanmasına əks etdirən xəritələr hazırlanıb. Həmin xəritələr litologiya və faydalı qazıntılar okeanologiya jurnallarında dərc olunub. Məmməd Xeyrov elmi irsinin tərkibində 370-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın və 2 ixtiranın müəllifi olub. O, Azərbaycan Neft Təsərrüfatı jurnalının redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərib. Məmməd bəy 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının qərarı ilə ölkənin neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. Radyo Sönən 90 FM